Salam, hər vaxtınız xeyir. Realdasınız. Belə ki, Bakı şəhəri Binəqədi rayonunda yerləşən obyektlərin birində çox güclü yanğın baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Belə ki, Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, eyni zamanda polis qüvvələri də cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğın obyektlərin birində baş verib və gördüyünüz kimi obyektin qarşısında olan 2 maşın da yanıb, həmçinin obyektə bitişik olan obyektlərdə də, ondan üzbəyiz olan obyektlərdə də yanğın müşahidə olunur. Həmçinin yaxınlıqda yaşayış binaları var. Yaşayış binalarının yanğından qorunması istiqamətində təcili və təxirə salınmaz tədbirlər davam etdirilir. Hazırda Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, eyni zamanda polis qüvvələri cəlb olunur və yanğının söndürülməsi istiqamətində təcili və təxirə salınmaz tədbirlər davam etdirilir. Bir daha xatırlatmaq istərdim ki, yanğın Bakının Binəqədi rayonunda yerləşən obyektlərin birində baş verib. Hazırda sizə yanğını şərhsiz olaraq təqdim edirəm. Görürsünüz, obyektlə üzbəyiz olan kiçik obyektlər də yanıb. Yanğının təsirindən həmin obyektlərdə də yanğın müşahidə olunur. Bir neçə obyekt yanıb. Həmçinin obyektin qarşısında olan 3 minik avtomobili də yanıb və tamamilə kül olub. Hələlik obyekt haqqında bir məlumat yoxdur və yanğının baş vermə səbəbləri haqqında da hələlik bir məlumat yoxdur. Qeyd etmək istərdim ki, yanğın təxminən saat 14:40-14:45 radələrində baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirə salınmaz tədbirlər davam etdirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, eyni zamanda polis nəfərləri də cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisə nəticəsində xəsarət alan və ölənlər barəsində hələlik heç bir məlumat yoxdur. Gördüyünüz kimi biz sizə düz yanğının baş verdiyi ərazidən, yanğının içərisindən demək olar ki, xəbər veririk. İstərdim operatorum Eldəniz sizə üzbəyizdəki yaşayış binalarını da göstərsin. Yanğının təsirindən yanğının yaşayış binalarına keçməsinin hələlik qarşısı alınıb. Az öncə biz bura gələrkən həmin binalar da tamamilə tüstüyə bürünmüşdü. Hazırda qara tüstü demək olar ki, azalıb və hələlik yanğın ətrafdakı obyektlərə keçməsinin qarşısı demək olar ki, alınıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Həmçinin operatorum Eldəniz sizə indi göstərir. Sakinlər də özləri Fövqəladə Hallar Nazirliyinin qüvvələrinə köməklik göstərirlər. Onlar da yanan obyektdən üzbəyiz yerləşən obyektlərdə də yanğın keçib həmin obyektlərə və onun söndürülməsi istiqamətində gördüyünüz kimi vətəndaşlar özləri də iştirak edirlər. Öz obyektlərinin söndürülməsində köməklik göstərirlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da hadisə yerindədirlər və burada yanğının söndürülməsi, bitişik obyektlərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər, işlər davam etdirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğın söndürən maşını cəlb olunub. Hazırda operatorum Eldəniz sizə həmin kadrları təqdim edir. İstərdim şərhsiz olaraq kadrları sizə təqdim edək. Obyektin ərazisi olduqca böyükdür. Təxminən 1000 kvadrat metr olaraq deyə bilərik. Olduqca böyükdür, amma yanğın indi baş verdiyindən hələ ki dəqiq bir şey demək olmur. Sadəcə Fövqəladə Hallar Nazirliyinin məlumatını bir daha sizin diqqətinə çatdırmaq istərdim ki, Bakı şəhəri Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olan kimi dərhal Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Gördüyünüz kimi həmçinin burada Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ qərargah da yaradılıb və yanğının miqyasının genişləndirilmədən söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Neyi bağladınız yaşa? Yəni belə əziz izləyicilər, biz sizə hadisə yerindən ən son məlumatları çatdırdıq. Növbəti buraxılışlarımızda sizə hadisə yerindən xəbərləri çatdırmağa davam edəcəyik. Belə ki, realı izləməkdə davam edin.